Dostlar, qızıl bildiyimiz kimi dağ və mədənlərdə istehsal olunur ki, o süxurların tərkibində qramlarla, hətta milli qramlarla toplanaraq külsə şəklinə salınır ki, bu külsə də 99,99% saf qızıl hesab olunur və onun əyyarı 24 əyyarla ölçülür. Digər zinət əşyaları isə o külsə qızılın müəyyən ərimə temperaturunda onun tərkibinə mis və digər əlvan metallar əlavə olunaraq o üzük, biləzik, seyf və sair digər formaya salınır. Onun da əyyarı tərkibində qızılın faizi nisbətən azalır. Ona görə də yüksək əyyarlı qızıl nə qədər onun tərkibində saf qızılın olduğunu göstərir. Ümumiləşdirsək, yəni dostlar, əyyar nə qədər aşağıdırsa, onun tərkibində demək başqa metallar var ki, ən çox da zərgərlik məlumatlarında 18 və 22 əyyar qızıldan istifadə olunur ki, bu da onun möhkəmliyinin də bir növ göstəricisi hesab olunur.